Sizə bu klipdə yeyəcəklər haqqında neçə önəmli gerçəyi açıqlayacağam. Hamburger amoniakla boyanmış xəmirin çərx olunmuşudur. Əlbəttə, dəri və bəsinsiz ətdə bu öncədən hazırlanmış üründə tapılır. Hamburgerə qatılmış bəsinsiz ətlər genəlliklə evcil heyvanların tükətimi üçün daha yaxşıdır. Hot dog uzun sosis. Hot dog adlı ürün ətin qalıntıları, yağ və taxıl xəmirindən hazırlanır. Hot dogda işlənmiş taxıl xəmiri çörək xırdaları ilə yarma pudrudur. Bilirəm, dediyimiz gerçəklər biraz da inanılmaz görünür, amma hamısı gerçəkdilər. Yeyib içməyimizə biraz da diqqətli olaq. Yediyimiz bal doğrudan baldır, yoxsa Tuçanlardan aldığınız ballarda arının yığdığı tozdan heç iz toz yoxdur. Məkə şərbəti ilə qida qatqıları ticari balın gerçək içəriyidir. Balın qiymətinin baha olması onun doğal olduğunu göstərmir. Pizza pəniri. Pizza pəniri bir yeməli edici ürün olaraq yeyəcəklərə əklənir. Amma bu pənirin ana içərilərindən biri çağaz xəmiridir. Bəsin mavadlarla dolu olan yeyəcəkləri tükənib sağlığımızı qoruyaq. Bizi YouTube'da, Facebook'ta, Telegram'da, Aparat'ta ve Bilim Sesi saytında izleyebilirsiniz.